Salam, hörmətli izləyicilərimiz, xoş gördüm sizləri. Hazırda gözəl, eksklüziv çəkiliş olan qəşəng bir gözəl evimizi sizə təqdim edirəm. İlk dəfə bizim kanalımızda, səhifələrimizdə görə biləcəyiniz bir evdir. Şəxsi tikili 11 sotda 5 otaq şəxsi ev, hörmətli izləyicilərimiz, sizin təqdimatınızda. Evimiz 11 sotda yerləşir. Paket kupça. İlk öncə onu xatırladım sizlər üçün. Paket kupçalı, bağlı, bağatlı, gözəl, mənzərəli, masajın ən hündür, gözəl təbiətə malik bir havalı bir yerdə yerləşir. Bağlı, bağatlı evdir. Həyətin görürsüz Ağlaydaşda üzlənib. Burada naves var maşın saxlaması üçün. Həyətində qəşəng yay mətbəxi var. Həyəti görürsüz necə bağlı, bağatlı. Təndiri, bax burada evinizin görürsüz necə gözəl dizayn veriblər, üzü Alman layihəli evdir. Böyle Burak üstündə göstərim sizə. Evimizdə də bax 24 saat müşahidə üçün mühafizə kameraları mövcuddur. Həyətində texniki otağı, burada həyətin sanitar qurşağı, bax bu sanitar qurşağının üstündə ehtiyat su çəni var. Burada isə yay mətbəximiz yerləşir. Bax qəşəng membran mebellə təmir olunmuş yay mətbəxi. Evimizdə qalacaq əşyaları xatırladım. Hamam tualet aksesuarları, bir də evin içindəki və həyətdə olan besetkalı və yay mətbəxin mebeli qalacaq sadəcə. Kondisioner də var burada, o da qalacaq. Qəşəng bahalı aspirator, döşəmə, yerdən isitməli. Burada bağlı bağat hissəni sizlər üçün göstərim. Arxa həyətdə də orada da bağ-bağat var. Orada uşaqlar üçün ayrıca bir ev, oynamaları üçün ayrıca bir ev inşa olunub. Qiymət 285 min manatdan satışa çıxıb. Real müştərilərə endirim olacaq. Mütəmadi qulluq olunan bağdır. Hər bir meyvə ağacı var, görürsünüz. Evin də dörd bir tərəfinə keçib hərəkət etmək mümkündür. Buradan evin arxa hissəsində keçim göstərim sizlərə. Orada da böyük bağ hissəsi var. Orada da bir dənə, iki dənə ayrıca evlər də inşa etmək mümkündür. Bax görürsüz, evin yan kürsüyə qədər olan künc hissələr, qəşəng fasad boya və ağlaydaşla üzlənir. Bu da evin arxa hissəsi. Buradan da gəlmək olur. Evimizdə 3-4 ədəd kondisioner var. Burada arxa həyət görürsüz necə böyük. Burada əlavə 2 evdə tikmək mümkündür və yaxud da ki, burada böyük bir baseyn də salmaq mümkündür. Evin arxa hissəsi. Elə bir ki, evi almısan ya Gədəbəydə, ya belə deyək İsmailli Qəbələdə, belə bir yaşayırsan da belə bir təbiətdə. Bağlı bağa deyib. Burada ehtiyat üçün, burada 5 tonluq ehtiyat su çəni ayrıca bunun üçün inşa olunub. Burada belə bir evimiz var. Belə besetka kimi evimiz var. Burada bax belə də artıq əşyalar yığıb, görürsüz, 2-ci mərtəbəyə qalxırsan, orada da yataq yeri, döşəməsi, isitmə, burada kamin, televizor, kitab rəfləri, hər bir şərait bu evdə cəmləşib. Hörmətli izləyicilər, bu evi almamaq sanki səhvliyə səbəb olan bir iş olar. Bağı, bağatı qəşəng. Rayonda, Qubada, Qəbələdə, İsmaildə, Gədəbəydə oturmusan, istirahət edirsən, bax belə bir yerdə Masazırın ən hündür yeri Cantab ərazisində yerləşir. Yaxın bir hissədir, marşrut xəttində yaxındır. Hər bir, bax, suyu var, qazı, suyu, işığı, paket kupçası, ipoteka şərtlərinə uyğun vəziyyət. Görürsünüz necə gözəl, gözəl. Burada evimizin texniki otağı. Burada da 5 tonluq su çəni var. Kombi xətti də burada yerləşir. Pəncərələrimiz şəbəkə formasında. İndi isə evin daxili sahəsinə keçəcəm, sizlər üçün göstərim. Burada görürsünüz, bax burada da teras, evin qabağında teras hissəmiz qəşəng. Ağlaydaşla üzlənilib. Buradan arxa həyətə də keçmək olur, evin önünə də keçmək olur. İndi isə evin daxili sahəsinə keçək. Evin içine daxil oldu, hörmətli izləyicilərimiz, döşəmə parket. Bu evin salon hissəsi, girişdə olan salon hissədir, görürsüz. Açıq salon, gözəl təmir,
Buradan belə də göstərəcəm sizlər üçün. Bax, buradan da otaqlara daxil olursan, bura evin mətbəx hissəsi. Döşəmədən isitməli. Mətbəx mebeli burada da olduğu kimi membran dərs, membran mətbəx mebeli. Qiymət 285 min manatdan təklif olunur. Real müştəri olsa yenə də endirim olunacaq. İndi isə otaqları keçək bir-bir göstərim sizlərə. Bu evin bir yataq otağı, döşəməni görürsünüz, parket, qəşəng formada. Bu bir yataq otağı. Bütün evlərimiz divar kağızı, bahalı divar kağızlarıdır. Burada evin sanitar qovşaq hissəsidir. Görürsünüz necə bahalı, gözəl formada. Burada ayrıca çamaşırxana, qurutma, burada da şkaflar, rəflər. Bu evin içində olan sanitar qovşaq hissəsi. Duş kabində var, moydadır, öntac, hamısı bahalı formada. Evin içində 4 yataq otağı, bir salon mövcuddur. Bu evin digər bir yataq otağı. Yataq otaqlarımız da genişdir. Divarlarımız qoşadaş. Və görürsünüz necə zövqlü təmir olunmuş həyət evi. Burada bir yataq otağı. Hamısı antika mebellərdir, hörmətli izləyicilərimiz. Antik mebellər. 4 yataq otağı, bir salon, evimiz ümumilikdə 200 kvadrata yaxın. Bu isə digər bir istirahət otağıdır. Buranı da siz yataq otağına çevirə bilərsiniz. Bütün döşəmə, bahalı parket. İndi isə orada sanitar qovşağı sizlərə təqdim edim. Buradan evin giriş hissəsi, giriş qapısı. Bax burada, bax bu vəziyyət. Burada kombi, belə deyək, şkaf, paltar şkafı, ayaqqabı şkafı. Burada isə evin ikinci sanitar qovşaq hissəsi yerləşir. Həm hamam, həm texniki otaq, həm sanitar qovşaq kimi istifadə olunur. Burada böyük kotelli, həm qızdırıcı, həm kombi, 40-lıq bahalı markalardan ibarət texniki otaqdır. Qapılarımız bahalı qapı. Beləliklə, hörmətli izləyicilərimiz, evimizlə tanış olduğunuz, həyəti ilə tanış olduğunuz bu gözəl həm yaşayış, həm bağ kimi istifadə olunan həyət evimiz 11 sotda 5 otaq, ayrıca mətbəx, ayrıca torpaq sahəsi və orada bir ədəd 2 mərtəbə ev. Qiymət 285 min manatdan satışa çıxır. Real müştəri olsa qiymətdə razılaşılacaq. Tam şəxsi tikili, paket kupçalı, ipoteka bank şərtlərinə uyğun vəziyyətdə olan evimiz 285 min manatdan satışa çıxır. Real müştəri olsa qiymətdə endirim olunacaq. 11 sot torpaq sahəsində inşa olunub. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.